12-ci Qlobal Bakı Forumu ikiqütblü dünyaya növbəti dəfə ədalət və dürüstlük dərsidir. Bəşəri problemlərin həlli yollarının ən ideal məkanı olan Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Planetin xilası üçün iqlim savaşından qalib ayrılan, xalqları, ölkələri yaxınlaşdıran Azərbaycan yaşıl diplomatiya müzakirəsinin ardınca bu dəfə dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi müzakirə etdi. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan 12-ci Qlobal Bakı Forumunda dünya düzəninin aktual problemləri, sülh və təhlükəsizliyə təhdidlər geniş müzakirə mövzusu oldu. Bu barədə öz fikirlərini politoloq Anar Əliyev iki sahələ açıqlamasında bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev 12-ci Qlobal Bakı Forumunda çıxışı zamanı bir çox istiqamətlərə toxundu və Azərbaycanın dəyişilməz qətiyyətli mövqeyini bir daha ifadə etdi. Xüsusilə COP29 çərçivəsində Azərbaycanın həyata keçirdiyi işləri, yüksək səviyyədə təşkil olunan və reallaşdırılan COP29 tədbirlərini, COP29 tədbiri ərəfəsində və tədbir keçirildiyi günlərdə Azərbaycana qarşı bir sıra güclərin, xüsusilə də Fransa dövləti və onun prezidenti Macronun birbaşa şəxsən iştirak etdiyi qarayaxma kampaniyası, COP29-un bloklanması, tədbirin yüksək səviyyədə keçirilməsinə mane olması cəhdlərinə mövqeyimizi bir daha ifadə etdi və Azərbaycan Prezidenti qəti şəkildə Azərbaycanın qlobal səviyyədə mövcud olan problemlərin həlli məsələlərində heç zaman dövlət maraqlarını, fərdi maraqları önə çəkməkdə maraqlı olmadığımızı və belə yanaşmanın nə qədər zərərli olduğunu bir daha ifadə etdi. Çox təəssüf ki, bir sıra güclərin, xüsusilə də Fransanın timsalında biz bunun əksini müşahidə etdik tədbir çərçivəsində. Eyni zamanda Azərbaycan Prezidenti COP29 çərçivəsində Azərbaycanın yaşıl enerji planlarına nə qədər sadiq olduğunu, layihələrinə nə qədər sadiq olduğunu bir daha ifadə etdi və Azərbaycan tərəfindən görülən işləri bir daha forum iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda Azərbaycan Prezidenti qlobal səviyyədə mövcud olan problemlərin artıq müxtəlif platformalar çərçivəsində, xüsusilə də hər bir iştirakçının üzünə açıq olan Qlobal Bakı Forumu çərçivəsində müzakirə imkanlarından danışdı. Heç bir halda bizim bu forum çərçivəsində dominatlıq iddiamızın olmadığını, bu forumdan istifadə edərək maraqlarımızı iştirakçılara diktə etmək istəyində, planında olmadığımızı bəyan etdik və platformanın hər bir iştirakçı üçün açıq olduğunu, platformanın qlobal problemləri müzakirə edən və həlli yollarını təklif edən bir platform olduğunu bəyan etdi. Və təbii ki, Azərbaycan Prezidenti eyni zamanda həm də tədbir iştirakçılarının diqqətinə Cənubi Qafqazda, regionumuzda, bölgədə baş verən proseslərlə bağlı özünün baxışlarını, yanaşmasını, qətiyyətli mövqeyini bir daha çatdırmış oldu. Xüsusilə də Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmaq istiqamətində, bölgədə əldə olunmuş kövrək sabitliyə zərbə vurmaq istiqamətinə atılan addımlara qətiyyətli yanaşmamızı bir daha çatdırdıq. Ermənistan üzərindən oyunlar qurmaq istəyən tərəflərə, güclərə bunun heç bir effektiv nəticəsinin olmayacağını bir daha bəyan etdik. Və eyni zamanda təbii ki, həm də Ermənistana, Ermənistan cəmiyyətinə, Ermənistanın siyasi rəhbərliyinə mesajlarımızı ifadə etdik ki, Azərbaycan qalib dövlət olmasına baxmayaraq, 44 günlük müharibədə Ermənistanı kapitulyasiyaya uğratmasına baxmayaraq, 10 noyabr bəyanatı imzalandıqdan dərhal sonra da sülh məsələləri ilə bağlı təkliflərlə məhz Azərbaycan çıxış etdi. Hazırda artıq razılaşdırılması ilə bağlı xoş xəbərlər anonsu verilən, Ermənistan tərəfinin də təsdiqlədiyi sülh müqaviləsinin bəndlərini də məhz Azərbaycanın irəli sürdüyü sülh razılaşması təməl prinsipləri əsasında hazırlandığını bildirdi və bununla bir daha da Azərbaycanın sülh mahiyyətini, sülhə nə qədər hazır və bu istiqamətdə addımlar atmaq iradəsində olduğunu bir daha çatdırmış oldu və eyni zamanda təbii ki, Azərbaycanın həyata keçirdiyi
eyni zamanda Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən danışdı və bu qlobal layihələrin həyata keçirilməsində əsas mexanizmləri bir daha ifadə etmiş oldu ki, yalnız qonşu dövlətlə deyil, qonşu dövlətlərin qonşuları ilə də xoş münasibətlərin qurulması qlobal layihələrin, yəni qlobal əməkdaşlığa xidmət edən və qlobal sabitliyə, inkişafa xidmət edən layihələrin həyata keçirilməsində çox mühüm bir prinsipdir. Bunun üçünsə tələb olunan ən vacib şərt dövlətlərin daxili işlərinə heç bir halda müdaxilə etməməkdir, dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdır və Azərbaycanın da xarici siyasətində, qonşularla, dünya dövlətləri ilə münasibətində bu prinsip dəyişilməz və aparıcı xətt olaraq qalır və qalacaqdır.